Salam hörmətli izləyicilər. Bugün sizə MİQ sertifikasiya imtahanına düşmüş, sınaq imtahanına düşmüş bir sualın izahını vermək istəyirəm. Maraqlı bir sualdır. Diqqətli olsanız çox asanlıqla cavabı tapa bilərsiniz. Nümunədə hansı halda olan isimlər işlənmişdir? Baxın, belə suallarda biz diqqətli olmalıyıq. Əgər isim soruşulursa, biz digər sözlərin hallarına baxmırıq. Yəni isimləşmiş olan digər sözlər bizə lazım deyil, isim lazımdır. Mən sizi bu qədər sevirəm nədən? Baxın, burada bir-bir biz əvvəlcə ismi tapaq, şeirdəki sonra halına baxarıq. Mən sizi bu qədər sevirəm nədən? Burada isim yoxdur. Demək, mən, siz, bu oldu əvəzlik, bu qədər zərf, sevirəm. Nədən əvəzlik, sevirəm fiil. Sizdən giley qeybət edə bilmirəm. Sizdən əvəzlik. Baxın, burada çaşdırıcı məqam budur ki, giley ilə qeybət sözünün arasında vergül var. Bu demək ki, giley edə bilmirəm, qeybət edə bilmirəm. Bu sözlər mürəkkəb feildir. Nədir? Mürəkkəb feil. Burada isim yoxdur. Hətta qəsdən mənə bir pislik edən. Burada qəsdən zərf, mənə əvəzlik. Burada da yenə pislik edən, pislik etmək. Bu da mürəkkəb feildir. Burada da isim yoxdur. Şəxsə də heç nifrət edə bilmirəm. Nifrət etmək də burada yenə nədir? Mürəkkəb feil. Bu misrada yalnız bir dənə isim var. Bu da şəxsə sözüdür. Şəxsə sözündə də A şəkilsi olduğu üçün yönlük haldadır. Bizim nümunədə bir isim oldu, o da yönlük halda. Onda cavab hansı oldu? Təbii ki, B bəndi yalnız yönlük halda. Belə sualların gəlməyini istəyirsinizsə, kanala abunə olub bəyənməyi unutmayın. Sağ olun.